Salam, hər vaxtınız xeyirli olsun, hörmətli Mərkəzi Aran Regional Təşkilatımızın üzvləri, rəislərimiz, sədrlərimiz, Təyyar müəllim, Şahyar müəllim və Cavit müəllim başda olmaqla hər birinizi bugünkü gün aprelin 10-u salamlayıram və bildirmək istəyirəm ki, hörmətli izləyicilərimiz, mən bu günləri 10 aprel Yevlax Aran 1, Aran 2 qəsəbə qəbirstanlığında şəhidlərimizi ziyarətə gəldim. Yenə bugünkü ziyarətimi davam edirəm. Hal-hazırda burada ziyarətdəyəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin və bildirmək istəyirəm ki, hal-hazırda qəbirstanlığımızda abadlıq işləri davam edir bu günləri. Yəni bələdiyyəmiz də özü burada iştirak etdi, sağ olsun. Yəqin ki, bir nümunəvi işlər gördü bugün. Təmizlik işlər çox gözəl şəkildə həyata keçirildi. Və bu günlərdə hal-hazırda şəhidlərimizin ziyarətindəyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bütün şəhidlərimizin yeri cənnət olsun inşallah. Qazilərimizə uzun ömür, can sağlığı və şəhid analarımıza da bu gündən sonra göz yaşlarının sevinç yaşlarına dönməsini Uca Rəbbimdən arzu edirəm. Abadlıq işləri barədə də, ziyarət barədə də Allah qoysa inşallah bu günləri paylaşım edəcəm və bütün ictimai nəzarətçilərimiz, sədrlərimiz, hörmətli rəislərimiz hamısı şahid olacaqlar. Hörmətlə Azərbaycan Respublikası Mərkəzi Aran Regional Yevlax Təşkilatının üzvü Məhəbbət Bayramov.